Mən onu bilirəm ki, eşikdə olan İrandan pənahəndə kimi gələnlərin rahatcasına, indi deyək, Kürdi, Ərəbi, Farsı daxil %40% Azərbaycanlıdır. %40 bunu əminliklə deyirəm. Ən azı mən Avropa toplumunda deyirəm. O %40%-in 1% Azərbaycanlı deyil. 1% deyir, mən İranlıyam. Farsın qulluğunda olan Azərbaycanlıların sayı biz milli fəallardan 100 qat daha çoxdur. Bunu hər kəs istəyir, mən dediyimi inkar edir, buyursun bu meydan. Mənim deyəcəyim bilirsiniz nədir, Rəhim bəy? Sizin yaşınız keçir, mən də yavaş-yavaş yaşa doluram. Biz indiki səviyyə ilə davam etsək, əlanki durumundan, mən içəri ilə işim yoxdur. Bizim məsələmiz eşikdən başda. Biz indiki durumundan davam etsək, yox olmağa bizi məhkumuq. Əgər biz məniyyəti özümüzdə öldürməsək, belə bir şəkillə davam etsək, Azərbaycandan danışmaq sadəcə sözdə qalır. Heç bir şey əldə edə bilir, heç bir şey. Sən mən bilirəm. Sənin o əgər bir dənə bax öz içimizdə eləyə bilmirik ki, demokrasiyasını təmrin eləyək, indidən bir toplum quraq. İran bugün desin ki, mən çəkilirəm dalı, eşikdəkilər gəlsinlər, özlərini nə qururlar, vallahi bir-birimizə silah çəkməkdən, güllələməkdən başqa heç gəlir. Çünki mən bu eşikdəkini onu görürəm. Bax, mən bilirəm sənin o frustration'ı, yəni vaxtən əsəbləşməni bilirəm. Mən belə kökündən başa düşürəm. Mən də indi 40 ilə yaxındır bu hərəkətin içindəyəm, burada yaşayıram. Bilirəm, cikinə belədəm hərəkətim burada yaşayır. Bəli, sən deyənlər düzdür. Bəli, bayaq dediyim kimi bizə 2% lazımdır. İndi mümkündür biz eşikdə sən demişkən eləyə bilmirik o işi görək. Amma içəridə mən inanıram ki, içəridə bizim böyük gücümüz vardı. O gün o şərait gəlib yetişirsə, mən fikirləyirəm ki, elə indiki bu fərqli düşünənlər də o zaman da məcbur olacaqlar fikirlərini qoyarlar kənara. Mən çox üzr istəyirəm bir söz deyim. Yəni bir-birimizdən öyrənək. Mən sənə bir dənə tövsiyəm var. İnqilab denilən məsələnin başlanğıcını, mallaların mübarizəsini, millətin nə cür sazmanda eləməyini oxucuna. Mümkünatı yoxdur sən insanları indidən sazmanlığı eləmədən, məcə qardaş, Apollo deyək ki, zamanda bilə, sən milləti sazmanlığı eləmədən imkansızdır ki, deyəsən ki, zamanı gələndə o 2%-dən bir baba, sən istəyirsən ki, bir dənə əsbab bazını düzəldəsən, oyuncağı var, sən bir-birinə qoşmadan o hərəkət eləmə. İndidən sən sazmanlığı olmayasan, mən də sizə deyim nə olar. Orta Doğu'nun qurulduğu projədə Azərbaycan mərkəz iyaləti deyə Farsın üstündə gedər. Azərbaycan adına bir şey olmur. Bu vəziyyət hakim olursa.